الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. İbn-i Qayyim rahimehullah buyurur ki, tüm Kur'an'ın mənası Fatihə surəsinə qayıdır və Fatihə surəsi də İyyəkə na'budu və İyyəkə nəstə'inə qayıdır. İyyəkə na'budu və İyyəkə nəstə'in. Yalnız sənə ibadət edir və yalnız səndən yardım istəyirik. Sonra insanları ibadət və isti'anə baxımından bir neçə yerə bölür. İbadət və isti'anə. İsti'anə nədir? Kömək diləmək, yardım istəmək. Birinci qism, hansı ki ən üstün olan, onlar Allaha ibadət edib, Allahın razı qaldığı işlər üçün yardım istəyənlərdir. Və ibadət və isti'anə baxımından insanların birinci qismi və həm ibadət edir Allaha və bununla yanaşı Allahdan istəyir köməyi, yardımı da ibadətdən ötürü istəyirlər. Ən üstünlüğü budur. Əgər biz Peyğəmbər sallallahu aleyhi və səlləmin zikirlərinə baxsaq və görərik ki, onların hamısı onun üzərindədir. Ya Allah Teala'dan Allahın razı qaldığı işlərin istənilməsi keçir və yaxud da Allahın razılığına mane olan şeylərin aradan qaldırılmış. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sevimli sahabəsi Muaz radiyallahu anhuya deyir ki, ya Muaz, vallahi inni lə uhibbuk. Və Allaha and olsun ki, yəni mən səni sevirəm. La tədə'annə dubura kulli salatin ən təqul Allahümmə a'inni alə zikrikə və şükrikə və hüsnü ibadətik. Namazların axırında bu duanı deməyi unutma. Allahım mənə yardım et, səni zikr etmək, sənə şükr etmək və sənə gözəl ibadət etmək üçün mənə yardım et. Baxın, burada bu duada yardım nədən ötürü istənildi? Zikirdən ötürü, şükürdən ötürü və gözəl ibadətdən ötürü. İbn Teymiyyə rahimehullah da deyir ki, mən duaları fikirləşdim və duaların içərisində ən faydalı, ən mənfəətli dua Allahın razı qaldığı işlər üçün Allahdan yardım istəməkdə gördüm. Və sonra bunu da Fatihə surəsində tapdım. İyyəkə na'budu və İyyəkə nəstə'in. Və sonra buyurur ki, ikinci qismdə nə ibadət var, nə isti'anə var. Nə ibadət, nə də isti'anə. Yəni, Allaha ibadət etmir və yardım da istəmir. İbadətdən və isti'anədən üz döndürən kimsələrdir.
Hətta onlardan biri bir şey istəyərsə, onun istədiyi iş öz nəfsi istəkləri üçün olar. Şəhvət və nəfsi istəkləri üçün olar. Allahın haqqı və Allahın razı qaldığı işlər üçün olmaz. Allah Teala'dan göylərdə və yerdə olan hər bir kəs Allahdan istəyir. Və Allahın dostları da Allahdan istəyir. Allahın düşmənləri də Allahdan istəyir. Allah Teala dostlarına da verir, düşmənlərini də verir. Yəni bununla İbn Qayyim rahimehullah demək istəyir ki, yəni insanın duasının qəbul olunması o insanın hörmətli olmasını bildirmir. O insanın kəramətinin və Allah qatında hörmətli olmasını bildirmir. Niyə bildirmir? Ona görə ki, Allah'ın dostları da istəyir, düşmənləri də istəyir. Allah Teala dostlarına da verir, düşmənlərini də verir. Və budur, Allah Teala'nın yaratdıqları içərisində düşməni, iblis, ən xoşuna gəlmədiyi bu iblis kimdən istədi? Allah'tan istədi. Ehtiyacını Allah'tan istədi. Lakin onun istədiyi Allah'ın razılığına aparan, yardım edən bir iş olmadığına görə onun duasının qəbul olması onun bədbəxtçiliyini daha da artırdı. Onu Allah'ın rəhmətindən qovdu, uzaqlaşdırdı. Və İbn Qayyim rahimehullah deyir ki: "Və hakədə kullu men ista'ana bihi ala emrin və sa'alahu iyyah. Və lem yekun aunan ala ta'atihi kana mub'idan lahu an mardatihi." Və beləliklə də Allah'tan hər bir kömək istəyən insan da belədir. Əgər insanın istədiyi o iş Allah'ın razı qaldığı işlər üçün yardım edəcək bir iş olmazsa, itaətə yardım olmazsa, o insanın duasının qəbul olunması onu Allah'ın razılığından daha da uzaqlaşdırar. Bu da mütləqdir. Yəni bu da onu bildirir ki, yəni insan duada diqqətli olmalıdır. Dua etdiyi zaman diqqətli olmalıdır. Yəni hər könlündən keçən şey istəməməlidir. Ola bilər istədiyi şey Allah'ın razılığına aparmasın və o işdə, yəni duasının qəbul olunmasında onun həlakı olsun. Buna açıq aydın dəlil iblis. İblis ki Allah'tan istədi və onun istədiyi iş Allah'ın razılığına aparan bir iş olmadığına görə onu bədbəxtçiliyə səbəb oldu. Daha da uzaqlaşmasına, Allah'ın rəhmətindən qovulmasına səbəb oldu. Və ağıllı insan bunu həm özündə, həm içində de başqasında fikirləşsin. Və bilsin ki, Allah Teala'nın dua edənlərin, istəyənlərin istəyini, duasını qəbul etməsi hər istəyən insanın kəramətli olmasına, hörmətli olmasına dəlalət etmir. Əksinə, bəzən insan bir ehtiyacını istəyir, Allah Teala onun ehtiyacını verir, istədiyini verir və o insanın duasının qəbul olunmasında həlaki olur, bədbəxtçiliyi olur. Və duasının qəbul olunması, istəyinin həyata keçməsi o insanın aşağı olduğuna görə olur. Yəni Allah'ın gözündən düşdüyünə görə, alçaldığına görə Allah Teala onun duasını qəbul edir. وَيَكُونُ مَنْعُهُ مِنْهُ لِكَرَامَتِهِ عَلَيْهِ وَمَحَبَّتِهِ لَهُ. Və bəzən də Allah Teala insanın duasını qəbul etmir, ona olan sevgisinə görə. O qulunu sevdiyindən duasını qəbul etmir.
onu qorumaq üçün. Xəstəliyinə görə yox, onun hifz olunması üçün, qorunması üçün duasını qəbul etmir. Allah Teala bunu hansı qulu üçün edir? O qul ki, onun hörmətini, onun sevgisini istəyir və öz lütfi ilə onunla davranır. Amma insan isə cahilliyindən elə zənn edir ki, Allah Teala onu sevmir, ona ikram etmir. Onu sevmədiyinə görə duasını qəbul bilə zənnlərdə olur. Və görür ki, Allah Teala filan kəsin ehtiyacını qəbul etdi, filan kəsin duasını qəbul etdi və özünün qəbul etmədi. Yəni, Allah onu sevmir və Rəbbi barəsində pis zəndə olur. Bu da o insanın qəlbinin bir boşluğundan irəli gəlir. İnsan bunu hiss etmir. Məsum insan Allahın qoruduğu kimsədir. Və buradan da zənni pis olduğuna görə qədərə hücum edir, qədəri qınayır. Necə şair buyurur: "Və acizur ra'yi mudiya'un li fursatihi hatta idha fata amrun ataba al-qadara." Aciz insan öz fürsətini ötürür və iş etdikdən sonra qədəri qınayır. Əgər onun daxili, yəni qəlbi açılarsa, orada nə qədər qədərə qarşı ihtiham, qədər qınama vardır. Belə-belə olmalıydı. Yəni, mənə verilməli idi, ona verilməli deyildi, amma mənə başqa çarəm yoxdur, yəni əlimdə bir şey yoxdur. Və ağıllı insan özünün, elə bilir ki, öz nəfsinin düşməni olur, nəfsinə rəqib kəsilir. Amma cahil insan isə qədəri qınayır. Yəni, ağıllı insan öz nəfsini, cahil insan qədəri qınayır. Rəbbinin bölgüsünə etiraz edir. فَأَحْذَرْ كُلَّ الْحَدَى أَنْ تَسْأَلَوْ شَيْءٍ مُعَيَّنًا خِيرَتُهُ وَعَاقِبَتُهُ مُغَيَّبَةٌ عَنْكَ. Və ona görə diqqətli ol, deyir. Müəyyən bir şey istəməkdə diqqətli ol və onun sonunun necə olacağını, xeyirli olacağını bilmirsənsə, yəni onu istədiyin zaman diqqətli ol. Yox, əgər onu istəməlisənsə və onu Allahın elminə bağla. Əgər xeyirli isə, nəsib et, istixara duasındakı kimi və sənin istixaran da yalnız dillə olmasın. Dillə dediyin sözləri qəlbin də anlasın, qəlbin də dərk etsin. وَإِذَا أَعْطَاكَ مَا أَعْطَاكَ بِلَا سُؤَالٍ تَسْأَلُ أَنْ يَجْعَلَ عَوْنًا لَكَ عَلَى طَاعَتِهِ وَبَلَاغًا إِلَى مَرْضَاتِهِ. Yəni, bunlar bizdə olmayan şeylər haqqındadır. Yəni, bizdə verilməyən şeylər haqqında, yəni bizim mövqeyimiz necə olmalıdır? Dua etməliyik. Dua etməliyik ki, xeyirli isə nəsib et və xeyirli isə uzaqlaşdır. Amma bir çox şeylər də vardır ki, yəni biz dua etmələn Allah verir. Heç dua etməmişik, çoxlusunu heç dua etmələn Allah Teala verir. Bunlara qarşı mövqeyimiz necə olmalı? Yenə dua etməliyik ki, verdiyin bu nemətlər sənin razılığına aparan bir vəsilə et bu nemətləri və sənin razılığından məni uzaq salmasın. Və həmçinin insan zənn etməməlidir ki, ona bir şey verilibsə, onun hörmətli olduğu üçün verilməyib. Və yaxud da bir şey verilmirsə də, onun aşağı, alçaq olduğu üçün və yaxud da Allahın gözündən düşdüyü üçün kəsilməyib. Lakin Allah Teala'nın verməsi də və ruzini daraltması da bir imtihandır bunlarla, yəni imtihana çəkir. Həm verilməyən nimətlər haqqında insan yaxşı zəndə olmalıdır. İstəməli, gözəl şəkildə və alınmadısa və bilməli xeyir buradadır. Çünki qədərin iman olduqca mühümdür. Əgər bu iman güclü olmazsa, insan problem içərisində olur. Yəni, insan xoşbəxt ola bilmir, rahat ola bilmir. Və insan
xeyirli olduğunu zənn edən bir işi istəyir və sonra onu əldə etmək üçün çalışır və ona yaxınlaşdığı zaman ondan çevrilirsə, yəni iş alınmırsa, yenə yəqin olaraq bilməlidir ki, elə işin alınmaması xeyirdir. Və bir də verilən şeylər haqqında, yenə İbn Qayyim rəhməhullah buyurur ki, yəni o verilən şeylər haqqında yenə dua olmalıdır. Adi telefonun özüdür. Yəni telefonu sənə gəlmiş dua etmədən yenə dua eləməlisən ki, Allahım bunu sənin razılığına aparan bir vəsilə et. Yəni elə olmasın ki, yəni, bu məni sənin razılığına uzaq salsın. Yəni ola bilər insan bunu yaxşı istifadə edib, xeyirlər də əldə edə bilər. Yəni başqa yerə girərək, yəni insanı Allahın razılığından sala bilər. Ona görə dua olmalı. Və həmçinin yenə də insan bilməlidir ki, əgər insana bir şey verilibsə, yəni mal dövlət verilibsə, yəni elə bilməsin ki, yəni hörmətli olduğuna görə verilir. İnsanlarda belə zənnlər olur. O vaxt olur. O vaxt olur və indi də var. Yəni Allah Teala kiməsə ruzi verirsə, yəni onu sevdiyinə görə verir və yaxud da kimi kasıblaşdırıbsa onu sevmədiyinə görə ruzisini daraldır. Necə ki Allah Teala bu zənni Əl-Fəcr surəsi 15-16-cı ayələrdə aradan qaldırır. Fəəmməl insanu idə məbtələhu rabbuhu fəəkraməhu və nə'aməhu fəyəqulu Rabbi əkramən. Nə vaxt ki Allah Teala qulunu imtihana çəkmək üçün ona ikram edər, yəni onun ruzisini genişləndirər, ona nimət verər və o deyər ki, Rəbbim mənə ikram etdi. Rəbbim mənə ikram etdi. Yəni, mən bu mal dövlətə layiq olduğum üçün Allah verdi. Yəni, insan şükür etməz. İnsan şükür etməz. Və sonra Allah Teala bir əmmə idə məbtələv fəqadər aleyhi rizqahu fəyəqulu Rabbi əhənən. Yəni, Allah Teala qulunu imtihana çəkmək üçün onun ruzisini daraldar, onu kasıb edər və insan, yəni insan olaraq deyər ki, Rəbbim mənə alçatdı, yəni səbr etməz. Nimət veriləndə şükür etməz və nimət də daralanda, ruzi də daralanda səbr etməz. Amma Allah Teala buyurur ki, kəllə, xeyr, yəni heç də belə deyildir. Mən kimə nimət vermişəmsə, mal dövlət vermişəmsə, yəni onun hörmətli olduğu üçün deyildir. Sadəcə bir imtihandır. Mal dövlət imtihandır. Əgər şükür etsə, daha da artırıram. Əgər küfr etsə, nankörlük etsə, onu ondan alaram. Və həmçinin kimin ruzisini daraltmışamsa və o insanın aşağı olduğu üçün deyildir. Və həmçində ruzinin daralması, kasıblıq da bir imtihandır. Səbr edir, yoxsa yox. Əgər səbr edərsə, ötən, yəni onda olmayan ruzilərdən qat-qat artıq ona verilir. Hansı ki, o müsibət gəlməsəydi, ruzi də verilsəydi. Amma ruzi olmadığı zaman, əgər insan səbr edərsə, ona veriləcək ruzilərdən qat-qat artığı ona verirlər, savab, mükafat baxımından. Yoxsa qəzəblənirmi? Əgər qəzəblənərsə, onun da payı qəzəb olar. Yəni artıq Allah Teala bu zənni aradan qaldırır və bildirir ki, mən kimi ucaldıramsa, hörmətləndirirəmsə, yalnız mənə olan itaətinə, ibadətinə görə hörmətləndirirəm, ucaldıram. Və kimi alçaldıramsa, yalnız mənə olan asiliyinə görə, günahlarına görə alçaldıram. Amma mal dövlət isə və yaxud da ruzunun daralması isə qəzəbin və yaxud da ikramın bir əlaməti deyildir. Bunlar sadəcə bir imtihan. Və bəzən də Allah Teala mal dövləti insanın əzabını artırmaq üçün verir. Necə ki, sələflər deyərlər ki, Allah Teala mal dövləti sevdiyinə də verir, sevmədiyinə də verir. Amma Allah Teala imanı isə sevdiyi quluna verir. Mal dövləti sevdiyinə də verir, sevmədiyinə də verir. Və bəzən mal dövlət özü istidrac ola bilir. Yəni, insanın tədricən əzaba sürüklənməsinə səbəb ola bilir. Necə ki, İmam Əhməd Rahimullah deyir ki, günahda davam etdiyin halda, əgər Allah Teala sənə niməti davamlı şəkildə verirsə, yəni elə bilmə ki, yəni sənin xeyrinədir. Əksinə bu istidracdır. Yəni insan günahda davam etdiyi halda,
günahı tərk etmədiyi halda nemətlər verilirsə, bu insanın əzabının artması üçün verilən bir şeydir. Allah qorusun. Və bir də dua ilə bağlı duanın qəbul olmasına mane olan nədir? Ümumiyyətlə, dua yəni müsibəti sovuşturmaq üçün və insan istədiyini əldə etmək üçün ən güclü səbəblərdəndir. Və bəzən o dua gecikir. Onun təsiri və yaxud da onun cavabı gec olur. Nəyə görə? Ya özü özlüyündə zəif olduğuna görə, yəni duanın özü Allah Teala'nın sevmədiyi bir dua olduğuna görə, bəzən insan görsən ki, düşmənçiliklə dua edir və yaxud qohum əlaqələrin kəsilməsi üçün dua edir və yaxud da qəlbin zəifliyinə görə. Deməli, maniyələr nədir? Əsl maniyə duanın özünün düzgün olması və ikinci maniyə isə qəlbin zəif olması. Nə deməkdir? Qəlb dua edərkən qafil olması, Allah Teala tərəfə yönəlməməsi. Allaha tərəf yönəlməməsi. İnsan dili ilə Allahdan cənnət istəyir və yaxud nəsə istəyir, amma qəlb isə başqa yerdə dolaşır. Və onun da misalı deyir ki, olduqca belə boş, zəif bir oxun misalı, yayın misalı kimidir. Yayın və təli, yayın ipi deyək də, boş olarsa, sən oxuna qədər dartsan da, yəni sürətli çıxmayacaq. Və həmçinin maniyələrdən odur ki, insanı haram yeməsi və günahlardır. Qəlbi bürüyən günahlardır. Qəlbi qəflətin, şəhvətin bürüməsidir. Necə ki, Müstədrəkdə gələn rəvayətdə, Hakim Müstədrək əsərində Əbu Hüreyra radiyallahu anhudan və Peyğəmbər s.ə.v buyurur ki, Ud'ullaha və entum muqinun bil-icabə وَعْلَمُ أَنَّ اللّٰهَ لَا يَقْبَلُ دُعَاءً مِنْ قَلْبٍ غَافِلٍ لَهِ Və siz yəqin şəkildə, yəni duanın qəbul olunmasına yəqinliklə inanaraq dua edin. Və bilin ki, Allah Teala qafil, ayıq olmayan qəlbdən duanı qəbul etməz. Ayıq olmayan qəlbdən duanı qəbul etməz. Ona görə İbn Qayyim Rahimehullah misal da çəkir və deyir ki, qılınc tək itiliyinə görə kəsmir. Ola bilər, yəni qılınc iti qılınc olsun. İti, lezva kimi qılınc ola bilər. Əgər o qılıncı tutan bilək olmasa, yəni o qılıncın itiliyinin bir faydası yox. Deməli, qılınc iti olmaqla yanaşı, onu tutan bilək nə olmalıdır? Güclü olmalıdır. Və üçüncü də maniyə olmalıdır. Yəni, vurduğun zaman bir dənə qabağına armatur gəldi, bir dəmir gəldi, yenə kəsməyəcək. Və həmçinin də duanın da qəbul olunması üçün duanın özü-özlüyündə sünnəyə uyğun olması kifayət eləmir. Düzgün də olmaqla yanaşı nə olmalıdır? Səmimiyyət olmalıdır. İxlas olmalıdır. Yəni, insan ayıq qəlblə duanı eləməlidir. Və bir də manilər olunmalıdır. Haramlar da nədir? Günahlar da maniyələrdir. Deməli, əsas duanın özü gözəl dua olması, sünnədən kənar yox, sünnəyə uyğun olmalı və ikincisi, qəlbdə ixlas olmalı və ümumiyyətlə, əsas duanın qəbul olmasına səbəb ixlasdır və ixlas olanda dua qəbul olur. Amma nə vaxt ixlas olur? Və ixlas da müsibət, çətinlik, şiddət gücləndiyi zaman. Yəni, belə deyək, yəni insanın hər yerdən əli üzülüb darda qaldığı zaman, əl hər yerdən üzülüb darda qaldığı zaman, onda birbaşa qəlb Allahla bağlanır, onda ixlas olur. Və ona görə, əgər bir insan çətinlikdədirsə, xəstə və yaxud da ağrı acı içərisindədirsə, o insanın özünü etdiyi dua başqasının etdiyi duadan daha yaxşıdır. Çünki o insan ağrını hiss edir və istəyir ki, ağrı içsin və ona görə duanı ürəkdən edir. Amma sağlam insan isə qıraqdan, yəni nə qədər istəsə də onun kimi edə bilməz. Yəni, ona görə yəni, insanları buna yönətmək ki, yəni duanı özü eləsin. Dua
sözsüz ki, ən böyük ibadətlərdən sayılır. Ən əzəmətli ibadətlərdən sayılır. İnsanın qulluğunu ortaya qoyan, insanın qulluğunu izhar etdirən ən böyük ibadətlərdən biridir. Çünki insan quldursa, qul, yəni Rəbbinə möhtac olan deməkdir. İbn-i Qayyim Rahiməhullah buyurur ki, insan bədənində olan bütün o zərrəciklərlə Rəbbinə möhtacdır. Onun ehtiyacından kənarda qala bilməz. Və möhtacdırsa, insan öz möhtaclığını izhar eləməlidir. Onu nə ilə izhar edir? İbadəti ilə və bir də duası ilə, yalvarması ilə, yardım istəməsi ilə. Və Allah Teala istəyir ki, qulları yalvarsın, yaxarsın. Amma o insan ki, dua eləmir, yalvarmır, yaxarmır. Yəni o insan elə ki, Allah'a ehtiyacı yoxdur. Belə çıxır. Təkəbbürlü insan sayılır. İbadət eləməyən insan və dua etməyən insan təkəbbürlü sayılır. Buna dəlil nədir? Qafir surəsi 60-cı ayə Allah Teala buyurur: "Və qala rabbukum ud'uni estecib lekum. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhilin." Rəbbiniz buyurdu ki, dua edin, duanızı qəbul edin. Mənə ibadət etməyi təkəbbürlüyünə sıxışdırmayanlar. Təkəbbürlüyünə və ibadət etməyən, dua etməyən insan təkəbbürlü sayılır. Onlar zəlli olaraq cəhənnəmə girərlər. Şeyh Nubaz Rahiməllah deyir, baxın deyir, əgər bir insan, Allah Teala demədi şərik qoşduğuna görə, deyir, dua etmədiyinə görə. Əgər bir insan deyir, Allahı çağırmadığına görə cəhənnəmi qazanırsa, görün onda Allahla yanaşı başqasını çağıranın halı necə olur? Allahla yanaşı başqasını çağıranın halı necə olar? Allah qorusun. Və Allah Teala istəyir, yəni qulları yalvarsın, yaxarsın, qulluğunu ortaya qoyursun. Nə qədər insan bunu ortaya qoyarsa, izhar edərsə, o qədər insanın xeyrinədir. Həm istəklərinin qəbul olunmasına və həmçində ucalmasına səbəb olur. Çünki Allah Teala buyurur ki, وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Biz onları əzabla yaxaladıq. Onlar nə Rəbbinə ibadəti artırdılar, nə də yalvarıb yaxardılar. Yəni ayədən qəsd olunan, yəni Allah Teala istəyir ki, müsibətin göndərilməsindən məqsəd qulların yalvarıb yaxarmasıdır. Ona görə İbn-i Qayyim Rahiməhullah deyir ki, yəni insan heç vaxt düşünməsin ki, müsibət gəldiyi zaman qulu məhv etmək üçün gəlir. Yox. Müsibət insanı məhv etmək üçün, öldürmək üçün gəlmir. Müsibət ona görə Allah Teala göndərir ki, qulun qulluğunu, onun səbrini yoxlamaq üçün və onun yalvarışını, duasını eşitmək üçün və onun zəlilliyini, Allahın qarşısında olan zəlliyini görmək üçün. Və bununla Allah Teala insanı təmizləyir və uca dərəcəyə qaldırır. Allah Teala şifanı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.